14 may 2026-cı ildir və həftənin cümə axşam günü dəyərli izləyicilər Bakıda bəzi evlər söküləcək və kompensasiya ödəniləcək. Söhbət hansı ərazilərdə yerləşən evlərdən gedir? Bütün son dəqiqə xəbərlərindən anında xəbərdar olmaq üçün lütfən kanalımıza abunə olun. Sağdakı üstəgəl işarəsini görürsünüzsə bunu tıklayın və ən son dəqiqə xəbərlərini bizimlə izləyin deyirəm. Bəli, Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində tikilmiş 22 ev müəyyən edilib. Report xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib. Onun sözlərinə görə araşdırma zamanı məlum olub ki, həmin evlər vaxtilə su idarəsinin də razılığı ilə tikilib. Belə ki, deyir, o evlərin tikildiyi ərazidən magistral su xətti keçir. Bu səbəbdən də NZS qəsəbəsindəki 22 evin sökülməsi və kompensasiya verilməsi təmin ediləcək. Hazırda sakinlərin razılığı ilə evlərin köçürülməsi istiqamətində iş gedir. Keşlə və NZS qəsəbələrində müasir kollektor çəkilir ki, gələcəkdə hər hansı problem olmasın. Bəziləri orada qanunsuz torpaq zəbt edərək ev tikib və illərdir ki, orada yaşayırlar. Biz də tərəfdarı deyilik ki, 20 il əvvəl tikilmişdir, evlər sökülsün. Ona görə də həmin evlərin hissə-hissə rəsmiləşdirilməsi də həyata keçirilir, dəyərli izləyicilər.